33-cü sualda bizə verir ki, tənliyin kökləri x1 və x2-dir. X kvadratı çıxılsın mx üstə gəlsin 9 bərabərdir. 0 tənliyi üçün kökün altında x2 bölü x1 üstə gəl x1 bölü kök altı x2-nin bərabər 4 olarsa m parametrini tapın. Uşaqlar biz bilirik ki, x1 üstə gəlsin x2 bərabərdir m-ə, yəni p-nin əksinə, yəni m-in əksinə müsbət m-ə, x1 vurulsun x2 isə 9-a bərabərdir. Və verilənə əsasən yazaq. Ayrı-ayrı köklərdə yazsaq, x2 bölünsün kök altında x1, üstə gəlinsin kökün altında x1 bölünsün x2, kökün altında bərabər 4-dür. Uşaqlar, bunlar üçün ortaq məxrəc kökün altında x1 vur kök altında x2-dir. Tapdığımız ortaq məxrəci birinci kəsirin məxrəcinə böləndə qalır kök altında x2. Yəni kök altında x2-ni kök altında x2-yə vuranda alırıq kök altında x2-nin kvadratı üstə gəlinsin. Tapdığımız ortaq məxrəci ikinci kəsirin məxrəcinə böləndə alırıq kök altında x1. Kök altında x1 də kök altında x1-ə böləndə alırıq kök altında x1-in kvadratı bərabərdir 4-də. Buradan modulda x2, yəni cüt dərəcən olduğuna görə modulda çıxır. Üstə gəlsin modulda x1 kökün altında x1 vur x2 bərabər 4-də. Şöyle bunu bir cəm modulda salsaq, yəni x1 üstə gəlsin x2 bölünsün kök altında 9-a. Bu da bərabər 4-də. x1 üstə gəl x2 biz m demişik. Yəni modulda m bölünsün 9-dan 3 çıxır bərabər 4-də. Modulda m bərabər 12. Yəni modulda açsaq yazırıq. Modulda m-i çıxarsaq m də bərabərdir plus minus 12. Düzgün cavab A bəndi. Otuz dördüncü sual. Bir hündürlükləri 3 və 4 cm olan paralelogramın kiçik tərəfi. Paralelogram çəksək. Hündürlükləri deyir 3 və 4-dür. Uşaqlar, biz kiçik tərəfi 9. 9-u buraya yazaq. Biz bilirik ki, paralelogramın böyük tərəfinə kiçik hündürlük çəkilir. Kiçik tərəfinə böyük hündürlük çəkilir. Və kiçik tərəfə böyük hündürlük. Onda 4 buradır. Böyük tərəfə kiçik hündürlük 3-dür. Və buradan yazıram. Böyük tərəfə B desəm, B vurulsun 3 bərabərdir 9 vurulsun 4-ə. 3B bərabərdir 36-ya, B bərabərdir 12. Paralelogramın böyük tərəfi, yəni uzunluğu 12-yə bərabərdir. Düzgün cavab C bəndi. 35-ci sual. Deyir A bölünsün B bərabərdir 1 böl 4-ə. Yəni A bərabərdir K-ya, B bərabərdir 4K-ya. A ədədi A üstə gəlsin B ədədi neçə faizidir? Yəni A bölünsün A plus B vurulsun 100. A-nın yerinə K qoyuruq. A plus B, yəni K 4K edir 5K vurulsun 100. K-lar getdi. 5 ilə də 100 getdi 20. 20 faizidir. 20 faiz C bəndi. 36-cı sual. X kvadratı çıxılsın 6x üstə gəlsin y kvadratı üstə gəl 8y bərabər 0 tənliyinə çevrənin radiusu. Biz bilirik ki, çevrənin tənliyi x çıxılsın a kvadrat üstə gəlsin y çıxılsın b bərabərdir r-in kvadratına. Beni bu verilənlərdən yaratma. Yəni necə yazа bilərəm? X kvadratı çıxılsın 6x-ı. Mən nə əlavə edib üzərinə nə əlavə edib çıxmalıyam ki, mən bu formayı gətirməliyim. Yəni, müxtər modüsünə gətirməliyim. Üzərinə 9 əlavə edib 9 çıxsaq. Baxın, uşaqlar, bu hissə olur x çıxılsın 3-ün kvadratı. Üstə gəlsin y kvadratı, üstə gəlsin 8y. Üzərinə mən nə əlavə edib, nə çıxmalıyam. 8 yarısı 4-ü, 4-ün katı edir 16. Yəni, 16 əlavə edib 16 çıxmalıyam. Bərabərdir 0-a. Uşaqlar, bu hissə də olur düzdür. Olur, x çıxılsın 3 kvadratı, üstə gəlsin, y üstə gəlsin 4-ün kvadratı, çıxılsın 25, mənfi 9-dan mənfi 16, bərabərdir 0-a. X çıxılsın 3 kvadrat,
Üstə gəlinsin y üstə gəlinsin 4-ün kvadratı bərabərdir 25-ə. Baxın, bizdə əsas düstur r-in kvadratıdır. Yəni 25 nəyin kvadratıdır? Baxın uşaqlar, 25-in yenə burada yazıram 5-in kvadratı. 5-in kvadratı. Onda r nəyə bərabər olur burada? Baxın, r-in yerində 5 durur, o da kvadratı. R 5-ə bərabər olur. Düzgün cavab C bəndi. Həcmidir 64 olan kubun. Yəni A kubu bərabərdir 64-ə, A bərabərdir 4-ə. Bir üzünün diaqonalını kubu çəksək, baxın uşaqlar. Şəkil yaxşı alınmasa da, təbii ki bu kubdur. Baxın, bizdən kubun diaqonalını istəyir. Kubun bir üzünün diaqonalını istəyir. Başqa rənglə kubun bir üzünün diaqonalı, baxın, ta ki buranı istəyirəm mən. Mən də bilirəm, kubun bütün tillər bir-birinə bərabər, yəni hamısı 4-dür. Və bir üzün diaqonalı və kubdakı bütün tillər bir-birinə perpendikular olduğuna görə, onda bir üzün diaqonalı nəyə bərabər? Pifaqor teoreminə görə, buradan D yaz, D bərabərdir, kökün altında 4 kvadratı, üstə gəl 4-ün kvadratı. O deyilir, kök altında 32, 32 yanında çıxır ki, bərabər 4 kökdə 2. 4 kökdə 2 C variantında verilib. Düzgün cavab C variantı. 40-cı sual. Bu da sadə suallardan biridir. Deyir ki, x çıxılsın 4, kök altında x çıxılsın 2-ni ixtisar edin. X-i yazırıq. Kök altında x-in, baxın, kvadratı çıxılsın 2-in kvadratı kimi, sürəti. Kök altında x çıxılsın 2 kimi. Bərabərdir. Sürəti yazıram yoxsa Roma düsturlarına görə. Bir dəfə toplayıb, bir dəfə çıxmaya görə. Yəni kök altında x çıxılsın 2, kök altında x üstə gəlsin 2. Bölünsün, kök altında x çıxılsın 2. Kök altında x çıx 2-lər ixtisar gedəndə qalır. Kök altında x üstə gəlsin 2. Kök altında x üstə gəl 2, düzgün cavab A bəndi. Deyir ki, x-in kvadratı çıxılsın 14x, üstə gəlsin 45, kiçik bərabərdir 0-dan. Bərabərsizliyin tam əllərinin sayını. Biz bilirik ki, kökləri cəmi 14-dür, hasili 45-ə bərabərdir. Bu hasil ədləri 9-la baxın, 9-la 5-in cəmi 14 eləyəcək, hasili 45. Yəni, x çıxılsın 9, x çıxılsın 5, yəni vuruqları ayırmayın. Kiçik bərabərdir 0-a. İntervallarda bunu göstərsək, kiçik bərabər olduğuna görə 5 də daxildir, 9 da daxildir. Baş hədd müsbət olduğuna görə biz müsbətdən başlayırıq. Baxın, olur bura müsbət, növbəşmənə mənfi, müsbət. Yəni, siz qiymət də qoyub tapa bilərsiniz. Məsələn, 10 qoyaq. 10-dan 9 çıxanlar müsbət, 10-dan 5 çıxanlar müsbət. 2 müsbət verir bizə 1 müsbət. Və yaxud da belə də qoya bilərsən, yəni aradakı qiymətləri də qoya bilərsən. Və yaxud da baş həddin işarəsinə görə. Bizdən də kiçik olduğu aralıq. Kiçik olduğu aralıqda bu aralıqdır. Yəni 5 və 9 aralığı. Və bu tam həllərinin bizdən sayını istəyir. Tam həllərinin sayı hansıdır? 5, 6, 7, 8, 9. 5 dənə tam həlli var. Verib ki, əkop n üstə gəl 1, n üstə gəl 2. Uşaqlar, n üstə gəl 1, n üstə gəlinsin 2 ədədləri ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Yəni, n üstə gəlsin 1, vurulsun n üstə gəlsin 2-yə. N üstə gəl 3, n üstə gəl 4-də bunlar da ardıcıl ədədlərdir. Və ardıcıl ədədlərin əbabu nəyə bərabərdir? 1-ə. Yəni, bu hissəyi 1 yazılır. Üstə gəl 1 bərabərdir 56-ya. N üstə gəlsin 1, n üstə gəlsin 2, bərabərdir, bu 57-yə bərabərdir. 2 dəqiqə. 57. Bərabərdir 56-ya. Buradan bizdən n tapmağımızı istəyir. N tapmaq üçün biz kvadrat tənliyi gətirə bilərik bunu. Bir də və yaxud da yaza bilərik. 56 nəyin hasilidir? 7 vurulsun 8-dir.
N'in üzərinə 1 gələndə 7 alıram. N'in üzərinə 2 gələndə mən 8 alıram. Onda n nəyə bərabərdir? N bərabərdir 6-ya. Bax, bu üsulunu tapa bilərsiniz. Yəni, nəyə görə belə yazdım? Deyirsiniz ki, mən məsələn 14 vur 4 kimi. Xeyr, çünki n üstə gəl 1, n üstə gəl 2 ardıcıl ədədlərdir. Hansı ardıcıl ədədlərin hasılı 56? Yəni 7 vur 8 ardıcıl olduğuna görə və ikisinin hasılı bizə 56-nı verir. Ona görə mən 7 vur 8 yazdım. Yaxud da 14 vur 4 yazmadım. Çünki n üstə gəl 1 ilə n üstə gəl 2 ardıcıl ədədlərdir. Və ona görə n-i buradan rahat tapdım. Mən ki, n 6. 6-ın üzərinə 1 gəndə mən 7 alıram. 2 gəndə 8 alıram. 8 vur 7 də edir 56. Bu 40, 43. Bir zəri 2 dəfə atıram. Birinci dəfə 4, ikinci dəfə sadə ədədin düşməsi ehtimalı. Bir zərinin üzərindəki ədədləri yazıram. 1, 2, 3, 4, 5, 6. Bir zəri 2 dəfə atıram. Birinci ehtimal düşmə halı 6 dəfədən 6-da 4. Deyir ki, 4-ün düşməsi 6-da 1 vurulsun. Sonra deyir sadə ədədlərin düşməsi. Sadə ədədlər hansılardır? 2-dir, 3-dür, 5-dir. Bu da 6-da 3. 6 ilə 3 getdi. Burada qaldı 2, burada qaldı 1. Edir 12-də 1. Bu ehtimalın baş verməsi üçün baş vermə halı 12-də 1-ə bərabərdir. 12-də 1 də C bəndində verilib. 44-cü sual da sadə suallardan biridir. Bir də ekran pozaq. Deyir 8-də 3 kəsirini onluq kəsə şəklində göstərin. 8-də 3. Uşaqlar, onluq kəsə şəklində göstərmək üçün baxın 8 nədir? 2 vur. 2 vur 2-dir. Bir də 3. Mən onluq kəsə gətirmək üçün, yəni onun qüvvətlərinə gətirməliyim. Onun qüvvətləri 5-in üstlərdir. Yəni burada 2 dənə 3 dənə 2 olduğuna görə mən bunu 3 dənə 5-ə vurmalıyım. Həm məxrəcini, həm sürətin. Fikir verin. Həm sürəti vururam 5-ə. Baxın, bu 2 ilə 5-in asılı edir 10. Bu 2 ilə 5-in asılı edir 10. Həmçinin bu 2 ilə 5-in asılı edir 10. Mən onlara gətirdim. Bu zaman edir 1000-də. Çünki 3 dənə 10 edir 1000. 125 vurulsun 3. Bu deyir 1000-də 375. Onluq kəsələ çevirsəm edir 0,1000-də 375. Yəni ki, düzgün cavab deyəsən burada E bəndində olmalıdır. Burada E yazım çünki skrinləyib götürəndə şəkilləri çəkib götürəndə kəsik. Tam düşməyib. Qırx beşinci sual. Bu da bir dəqiqə. Deyəsən burada 5 dərəcədən 6-cı dərəcədən 125 çıxılsın 1-dir. Burada da 3-cü dərəcədən 4, bu da 5, 125. Çıxılsın, üstə gəlsin 1, bir də üstə gəlsin 1-i həll etməliyik. Baxın uşaqlar, bu tip misalları həll etmək üçün bir kökün altını salmaq üçün yazırıq. Dərəcəni vururuq dərəcə, yəni 5-6-ya vuranda yazıram 30. Aşağıdan yazım səliqəli görsün. Yazıram. Dərəcəni vurub dərəcə yazırıq. 30-da dərəcədən 125 çıxılsın 1. Burada da yəni də nə qədər olur olsun dərəcələr vurub yazılır dərəcədən. 3 vur 4. 12 vur 5 60. Üstə gəlsin 125. Üstə gəlsin 1, üstə gəlsin 1. Bərabərdir. Uşaqlar, 30-cu dərəcədən 125, 60-cı dərəcədən 125-dən böyük olduğuna görə mən sürətdə vuruqları ayırmadan istifadə edirəm. Baxın belə. Yazıram 60-cı dərəcədən 125-in kvadratı. Çıxılsın 1-in kvadratı kimi. Və məxrəc olduğu kimi qalsın. Və sürəti vuruqları ayırsaq, olur. 60-cı dərəcədən 125 üstə gəl 1, 60-cı dərəcədən 125 çıx 1. Bölünsün. 60-cı dərəcədən 125 üstə gəlsin 1, 1-ə əlavə üstə gəl 1. Üstə gəl 1-lər getdi ixtisara qaldı.
60-cı dərəcədən 125-i yazıram 5'in kubu çıxılsın 1 üstə gəlsin 1 kimi. Birlər islah oldu. Qaldı. 3 ilə 60 xəsara getdi. Burada qaldı 20, burada qaldı 1. Cavab 20-ci dərəcədən 5. 20-ci dərəcədən 5. Burada variantlar oxum. Yəni ki, E variantıdır. 20 dərəcədən 5 hansı variantdadırsa, mən burada E-yə oxşatdım. Tam düşməyib şəkillərdə. Yəni, düzgün cavab o variantdır. Bu belə 45. Nə deyir? Diagonalları D1 bərabər kök altı 41, D2 bərabər kök altı 59 olan rombun perimetri düsturu. Biz diagonallarla rombun perimetri düsturuna əlaqəli bir düstur var. Baxın uşaqlar, D1'in kvadratı üstə gəlsin D2'nin kvadratı bərabərdir 4A kvadratına. Və gətirib D1'i D2'nin yerinə qoyaq. Edir kök altında 41'in kvadratı üstə gəlsin kök altında 59'un kvadratı bərabərdir 4A'nın kvadratına. Bu eləyir. Kvadratla kök bir-birinə alır. 41 üstə gəlsin. Yəni kvadratla kök apardı 59 bərabər 4A'nın kvadratına. Buradan 100 bərabərdir 4A kvadratı. Buradan A kvadratı bərabərdir 25'ə. A da bərabərdir 5'ə. Bizdən rombun perimetri, yəni P bərabərdir 4A. Yəni 4 vur 5 bərabərdir 20. Düzgün cavab 20. Yedinci sualda deyir ki A, B böl BA 5 böl 17'dir. Buradan yazıram. AB'ni yazıram. 10A üstə gəlsin B bölünsün 10B üstə gəlsin A bərabərdir 5 bölünsün 17 kimi. Sonra çarpaz vursaq uşaqlar 170 A üstə gəl 17 B bərabərdir 50 B üstə gəl 5 A'ya. A'ları bir tərəfə yığaq, B'ləri bir tərəfə. Onu da deyir 165 A bərabərdir 33 B'yə. Bunlar da ixtisar getsə, burada alırıq 1, burada 5. Onda 5A bərabərdir B'yə. Buradan A bərabərdir K'ya, B də bərabərdir 5'ə. 5K'ya. Bizdən A plus B'ni, onda buradan K'ya biz 1 verəndə B'də olur 5. Onda A plus B cəmi bərabərdir 6'ya. Nəyə görə K'ya biz? Çünki 2 rəqəmlə də deyil və biz K'ya 2 versək bu olur 10. Artıq B 10 olanda bu rəqəm 3 rəqəmlə də çevrilir. Ona görə K'ya yalnız biz 1 qiymətini verə bilərik. A plus B cəmi də 6'ya bərabərdir. Sonra 48 sistem tənlikdir və sadə bir sistem tənlikdir. Baxaq. 25x kvadratı çıxsın 9y kvadratı. Yazıram. Birinci. Baxın uşaqlar, bu hissəni yazıram nuqsarama düsturuna görə. 5x çıxsın 3y. Bir də 5x üstə gəlsin 3y bərabərdir 19'a. Buradan bizə verilib ki 5x çıxsın 3y bərabərdir 1'ə. Uşaqlar gətirib 5x çıxsın 3y-in yerinə baxın bax bu hissə 1'i qoyuram. Yəni 5x üstə gəlsin 3y vurulsun 1 bərabərdir 19'a və 5x çıxsın 3y-də bizə verib ki 1'ə bərabərdir. Buradan 5x üstə gəlsin 3y bərabərdir 19'a, 5x çıxsın 3y bərabərdir 1'ə. Tərəf-tərəfə toplasaq 3y-lər getdi, alınır 10x bərabərdir 20'yə, x bərabərdir 2'yə. X, y tapmaq üçün gətirək ikincidə yerinə qoyaq. 5 vurulsun 2, çıxılsın 3y bərabərdir 1'ə.
Buradan 3y bərabərdir 9-a, y bərabərdir 3-ə. Tapdıq ki, x 2-dir, y 3-dür. Cəmin x üstə gəl, y cəmi də x üstə gəlsin. Y cəmi də alınır 5. Düzgün cavab 5. Növbəti 49-cu sual. 49. Yəni bu da bir sadə bir sualdır. Səhvlərim varsa 16 a kvadratı b kubu c üstü 4'dür deyəsən. Əgər düzgün oxuyuramsa. A kvadratı b kubu c üstü 4. Və bizdən nə istəyir? Bir hədin dərəcəsi. Bir hədin dərəcəsini tapmaq üçün ədəd verilən ifadə standart şəkildə olduğuna görə üstlər toplanır. Yəni 2 üstə gəlsin, 3 üstə gəlsin 4. Bu deyir 9. Bir hədin dərəcəsi 9-a bərabərdir. Bu da bir sadə suallardan biri idi. Bax 50-ci sual. Deyir, iki düz xəttin kəsişməsindən alınan bucaqların ikisinin cəmi. İki düz xətt kəsişir. Burada alınan bucaqlar iki qonşu bucaq var, iki qarşılıqlı bucaq. Beta, beta. Uşaqlar, burada alınan bucaqların cəmi 220-dir. Əlbəttə bu bucaqların qonşu bucaq olması mümkündür. Çünki qonşu bucaqlar, yəni alfanın, betanın cəmi 180 dərəcə olmalıdır. Demək ki, bu bucaqlar qarşılıqlı bucaqlar. Yəni alfa ilə alfanın cəmi 220-yə bərabərdir. Ya da beta ilə betanın cəmi. Buradan alıram ki, alfa bərabər 110 dərəcəyə. Və bunlara qonşu olan bucağın dərəcə ölçüsü, yəni betalar bizdən istəyir. Onda betalar da 70 dərəcəyə bərabərdir. Axı mən şərt dedim, axı alfa üstə gəl beta, yəni qonşu bucaqların cəmi 180 dərəcədir. Gətirib alfanın yerinə bax 110 qoysaq bura, beta 70 dərəcəyə bərabər. Düzgün cavab 70 dərəcə. Birinci sual. Deyir, yolun gedilən hissəsinin qalan hissəsinə. Gedilən hissənin qalan hissəyə nisbəti nədir? 5-in 7-yədir. Əlavə 6 kilometr getsə. Əlavə 6 kilometr getsə, bu nisbət 7 böl 5 kimi olacaq. 6 kilometr getsə, gedilən üzərinə gələcək. Baxın, gedilən hissənin üzərinə. Məsələn, gedilən hissəni x-dan göstərək. Gedilən hissə olsun x, qalan hissə olsun y. 6 kilometr gedirəmsə, 6 kilometr getdiyim yolun üzərinə gələcəm. Və 6 kilometr qalan hissədən isə 6 kilometr çıxacam. Bu bərabərdir neçəyə? 7 bölünsün 5-ə. Buradan da x bölünsün y gedilən yola və qalan yola y dediyimə görə 5 böl 7-dir. Şöyle gətirirəm x-in yerinə 5k qoyuram. Bax burada. Y-in yerinə 7k qoyuram. Yəni 5k çıxılsın 6 bölünsün 7k çıxılsın 6 bərabərdir 7 bölünsün 5-ə. Çarpaz vursam 25k çıxılsın 30 bərabərdir 49k çıxılsın 42. Buradan alıram. Keçirsəm 25k'nı keçirsəm sağ tərəfə, 42'ni keçirsəm sol tərəfə. Burada 30 üstə gəl idi. Üstə gəl. Burada alıram 24 k bərabər 72'yə. Buradan k da bərabərdir 3'ə. Bəs ümumi gedilən yol isə baxın, qalan yolla gedilən yol toplayanda mən ümumi yol alıram ki 12k'dır. Ona k 3 olduğundan ümumi gedilən yol da 36'ya bərabərdir. Düzgün cavab 36. Bu senin nişanlının evi buradan çıkacaktı, sen mi? Aynen abi. Anladım. İkinci sonuna davam edeyim inşallah. Mərkəzi O1 nöqtəsindən olan çevrə, mərkəzi O2 nöqtəsi olan radius 8 olan çevrəyə daxildən toxunur. Şəklə baxaq.
Demək ki, böyük çevrənin Demək ki, böyük çevrənin radiusu 8-dir və kiçik çevrənin radius nöqtəsindən toxunur, mərkəzdən toxunur. Şəkli belə qursaq, bu böyük çevrə olsun, mərkəzi bura olsun və bu da kiçik çevrə. Toxun. Bu olsun O2, yəni bunun radiusu 8-dir. Bu da olsun O1. İki toxunan çəkilib. Biri böyük çevrəyə toxunanlardır. Bir toxunan çəkilib daxildən. O da kiçik çevrəyə toxunandır. Sonra nə deyir bizə? Toxunanlar A nöqtəsindən toxunanlar arasında O2 mərkəzli çevrəyə A nöqtəsindən çəkilən toxunan 30 dərəcəyə bərabərdir. 60 dərəcəyə bərabərdir. Və bizdən A, B toxunanı. Yəni buranı istəyir. A, B toxunanı. Uşaqlar, mərkəzlər yəni bir xətt üzərində olduğuna görə baxın, bir dənə mən buradan O-ya qədər bir kəsən A-dan O-ya bir kəsən çəkirəm. Və bizim də biz qaydanı bilirik ki, yəni mərkəzə çəkilən kəsən bucaq da yarıya bölür. 30 sifətində bölür. Və radius da toxunana perpendikulyardır. Uşaqlar, əgər burada fikir verin, bir dənə düz bucaqlı üst bucaq alındı. Şöyle göstəreyim. Baxın, bax burada. Düz bucaq üst bucaq alındı. Və bilirik ki, 30 dərəcə qarşısında qalan katet hipotenuzun yarısıdır. Yəni o A2, o A2 burada hipotenuzdur. Onun yarısı var. Yəni əgər bura 8 olduğuna görə bu bütöv hissə bura 16'dır. Eyni zamanda da bu hissədə böyük çevrənin radiusudur. Və həmçinin də kiçik çevrənin diametridir. Böyük çevrənin radiusu kiçiyin diametridir. O zaman ona kiçik çevrənin radiusu 4'ün 4'ədir. Və bütöv 16 olduğuna artıq kənarda qalan hissə 8'dir. Bax, bu bütövün uzunluğu 16'dır. 8'i içəridədir. Amma 8'i də kənarda qalır. Bizdən də nə istəyir? A, B-ni istəyir. Baxın, uşaqlar, bu şəkli bir dənə belə ayırsam, kiçik çevrəni çəkirəm. Biri toxunandır, biri kəsəndir. Biri kəsəndir. Kəsənin kənara qalan hissəsi 8'dir, daxildəki də 8'dir. Və bizdən toxunanı istəyir. Toxunana biz x-də düsturumuz var bizim hənisədə, çevrəyə yox. Yəni x-in kvadratı bərabərdir. Kənarda qalan hissə, yəni 8 vurulsun bütöv hissənin uzunluğu, yəni 16'ya. Buradan x bərabərdir, kökün altında 8 vurulsun 16. Bərabərdir. X bərabərdir, kökün altında. 16'nı yazıram, 8 vur 2 kimi. 8 qalır, vur 2 kimi. Buradan yazırıq ki, alınır. Kökün altında 8'in kvadratı vurulsun 2. 8'in kvadratından 8 çıxır, 2 də qalır kökün altında. Düzgün cavab 8 kök altında 2'dir. Düzgün cavab, baxın. Bu isə 8 kök altında 2'yə bərabərdir. Bu 52-ci sual. Sonra 53-cü sual. Silək. 53 nə deyir? ABC düzbucaqlı üst bucağında DY CB'yə paraleldir. A deyib. Bunu çəkək bir dəqiqə. Burada paralellik şərtləri var. Bu da. Yox, o verməyib. Sonra AD'nin DS'yə. AD S, Y, bu da B. AD'nin DS'ye 3'ün 4, yani 3K bölünsün 4K'dır. Ve A, B'nin uzunluğu 21'dir. 21'dir. Uşaqlar, bunu oxşarlıqla geçsək, bura x olanda bura 21 çıxılsın x olur. Qanqən oxşarlıqla gedik. Bizdən BY-ni istəyir. BY harada bu parça? Mən yazıram ki, BY-nin
BY-nin A, BY nisbəti, yəni bütöv bərabərdir. BY-nin qarşısında nə durur? 4K durur. 4K-nın 7K-ya nisbəti. Çünki buranın bütövi nədir? Baxın, bütöv nəyə bərabərdir? Bura 7K-dır. Bu zaman BY-mə x demişik. X bölünsün 21 bərabərdir. Kalda geçsə 4 bölünsün 7'ye. 7 ilə 21 getdi, qaldı 3. X bərabərdir 12. Yəni x-a da biz BY demişik. O zaman BY-nin uzunluğu 12'ye bərabərdir. Əldə sualda deyir ki, eni uzunluğundan 2 dəfə kiçik olan düzbucağın uzunluğu. Eni olsun A, uzunluğu olsun 2A. Uzunluğun deyir 20% artırmaq, uzunluğu yəni yeni yaranan uzunluğu 2A'nın 20% artırmaq edir 2,4A. Deyir n dəyişkən n olduğu kimi qalır və sahə 10 kvadrat metr artır. İlk sahəmiz olur 2A'nın kvadratı. Yeni yaranan sahə isə olur 2,4 A'nın kvadratı. Və deyir ki, yeni yaranmış sahə əvvəlkindən 10 kvadrat artır. Yəni bunun üzərinə 10 gələndə bu bərabər olur yeni sahəyə. Buradan yazıram 10 bərabərdir 0,4A kvadratı. Buradan A kvadratı bərabərdir 25'ə. A da bərabərdir 5'ə. Bizim əvvəl verilmiş düzbucağın uzunluğu A5 olanda A5 yəni M5'dir. Yeni uzunluq da 10'a bərabərdir. Düzgün cavab 10. Və sonuncu sual. Deyir y bərabərdir x kvadrat üstəgəl bx funksiyasının qrafiki ordinat oxu 0,6 nöqtəsində kəsir. 0 yəni x-i 0 y6 gətirək o verilənlərə yerinə qoyaq və biz buradan s-ni tapacağıq. Yəni y-in yerinə 6 qoyun 6 bərabər x-i yenə 0 qoyuram 0 üstə gəlsin b vur 0 yəni 0 üstə gəlsin s buna s bərabərdir 6. Yəni baxın bu nöqtə 6'dır. S ise 6. Tapdım ki S 6'dır. Məndən istəyir ki T2N nöqtəsi parabolun simmetriya oxu üzərində yerləşərsə. N'ni tapın deyir. Uşaqlar. Yəni buradan M nəyə bərabərdir? Təpə nöqtəsi M'dən biz N'dən tapır. M bərabərdir mənfi B bölünsün 2A düsturu ilə. Mənfi B bölü 2A'nı. Buradan M'yi 2 verir. Bu yəni 2'ye bərabərdir. Buradan B'nin yerində elə B durur. Qalsın B, mənfi B bölünsün. A'nın yerinə yəni x-in əmsalı 1'dir, 1 durur. Bölünsün 2 bərabərdir 2'yə. Buradan B bərabərdir mənfi 4'ə. Bax, gətirin verilənləri inşallah qoyaq yerinə. Nə alınır? Y bərabərdir x-in kvadratı. B çıxılsın 4x. Üstə gəlsin S 6 idi. Biz artıq burada N'ə ehtiyac yoxdur. Baxın, buradan kvadrat yəni ayıraq. Sonra sürüşmə ilə onu göstərəcəyik qrafikdə. Yəni x kvadratı çıxılsın 4x, üstə gəl 4, üstə gəl 2 kimi yazacağıq. Baxın, burada müsəlmə düsturunu aldım mən. Yəni bu y bərabərdir, buradan alıram. X çıxılsın 2'nin kvadratı, üstə gəlsin 2. Uşaqlar, baxın, burada y sürüşmə hissəsi 2'yə bərabərdir. Baxın, qrafiki qursaq, baxın, həqiqətən də. Bax, kvadratik funksiyanın grafikidir. 2 vahid sağa sürüşəcək, yəni 2 vahid sağa sürüşəcək. Yəni x çıxılsın 2 olduğuna görə 2 vahid sağa, 2 vahid yuxarı qalxacaq. Baxın, qrafik təxmini baxın bu formada olacaq. Baxın, y olur 2, x olur 2. Yəni buradan da məndən n istəyir. Onu n ilə bərabərdir 2'yə. Və yaxud da n'in də düsturu tapsaz, yerinə qoyub yaza bilərsiniz. Yəni b kvadrat çıxılsın 4ac bölü 4a'nı tapıb onu yazmaq olar. Amma bu formada tapsaz bu daha rahat üsuldur.